Siyasətin izahlı lüğəti efirdədir. Şimali Makedoniyanın Mədəniyyət və Turizm naziri COP29-da Turizm Günü çərçivəsində turizm sektorunda təkmilləşdirilmiş iqlim fəaliyyəti üzrə nazirlərin birinci görüşündə çıxış edib. Makedoniya nəyə görə adını Şimali Makedoniyaya dəyişdi? Sualımızı Siyasi Elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli cavablandırır. Makedoniya Respublikasının adının Şimali Makedoniya olaraq dəyişdirilməsi uzun illər davam edən Yunanistan ilə diplomatik mübahisənin nəticəsi idi. Yunanistan Makedoniya adının onun şimal bölgəsi olan eyni adlı Makedoniya regionuna aid olduğunu və bu adın Makedoniya Respublikasının ərazi iddialarını ifadə edə biləcəyini iddia edirdi. Bu məsələ həm Yunanistanın, həm də Makedoniyanın milli kimlik və tarix şüuru ilə əlaqəli həssas bir problem kimi qəbul edilirdi. Makedoniya 1991-ci ildə Yugoslaviyanın süqutundan sonra müstəqilliyini elan etdikdə Yunanistan bu adın istifadə edilməsinə kəskin etiraz etdi. Nəticədə Makedoniya beynəlxalq təşkilatları və BMT-yə keçmiş Yugoslaviya Makedoniya Respublikası adı ilə qəbul edildi. Bu müvəqqəti bir həll olsa da iki ölkə arasında mübahisə uzun illər davam etdi. Yunanistan Makedoniyanın Avropa İttifaqı və NATO-ya üzvlüyünü bloklayaraq bu məsələni öz maraqları çərçivəsində həll etməyə çalışırdı. İki ölkə arasında danışıqlar 2018-ci ildə nəticə verdi və Prespa razılaşması imzalandı. Razılaşmaya əsasən Makedoniya adını Şimali Makedoniya olaraq dəyişdirdi və bunun müqabilində Yunanistan Şimali Makedoniyanın Avropa İttifaqı və NATO üzvlüyünə mane olmaqdan imtina etdi. Onu da qeyd edək ki, bu dəyişiklik ölkə daxilində, yəni Makedoniya daxilində də mübahisələrə səbəb oldu. Bir çox millətçi qruplar ad dəyişikliyini milli kimliyə xəyanət kimi qiymətləndirdi və kütləvi etirazlar baş verdi. Ancaq bu addım nəticəsində Şimali Makedoniya 2020-ci ildə NATO-ya üzv qəbul edildi və Avropa İttifaqına üzvlük danışıqlarına başlamaq imkanı qazandı.